Botoks etdirənlər botulizmə yoluxub canlarından ola bilərlər. Fevral ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 91 nəfər gətirilib. Qəbul edilən xəstələrdən 36 nəfər dərmandan, 22 nəfər sirkə turşusundan, 9-u spirtli içkidən, 3-ü botulizmdən zəhərlənən şəxslərdir. Həkim infeksionist Mərdan Əliyev bildirdi ki, kosmetik və tibbi məqsədlə istifadə olunan botoks da botulizm xəstəliyinin yaranmasına səbəb ola bilər. Bəzi hallarda botulizm ölümə gətirib çıxara bilər. Botulizm, Clostridium botulinum dediyimiz bakteriyalar tərəfindən törədilən çox təhlükəli bir xəstəlikdir. Letallığı, yəni ölüm göstəricisi 10%-ə qədərdir. Müalicəsiz qaldığı hallarda isə bu göstərici 50%-ə qədər çıxa bilir. Kosmetik və tibbi məqsədlə istifadə olunan botoksun tərkibi də botulotoksindir. Lakin botoks düzgün istifadə olunmadıqda onun tərkibində olan botulotoksin dozası artıq olarsa insanı zəhərləyə bilər və botulizm xəstəliyinin yaranmasına səbəb ola bilər. Buna görə də botoks məqsədi ilə peşəkar mütəxəssislərə müraciət etmək tövsiyə olunur. İnfeksionist bildirdi ki, botulizm ilan zəhərindən dəfələrlə toksikdir. Buna görə də çox cüzi miqdarı belə insanı öldürməyə yetir. Bu zəhərə turşu konservlərdə də rast gəlinir. Anaerob infeksiyadır, yəni oksigensiz mühitdə inkişaf eləyir. Buna görə də ev şəraitində hazırlanan turşu konservlərdə rast gəlinir. Turşu konservlər düzgün hazırlanmadıqda, düzgün yuyulmadıqda və sterilizə edilmədikdə bu bakteriya orada oksigensiz mühitdə inkişaf edib insanı zəhərləyə bilir. Xəstəliyin inkubasiya dövrü bədənə daxil olan toksinin miqdarından asılıdır. Bu 1-2 saatdan 10 günə qədər davam edə bilər. Xəstəlik bir anda başlayır və qarında, mədədə ağrılar və mədə bulanması ilə müşayiət olunur. İlk simptomu isə ikili və dumanlı görmədir. Aytən Fehruz, Xəzər xəbər.